Salam, hər vaxtınız xeyir olsun. Mən Aytac müəllimə. Bugün sizlərlə müəllimlərin işə qəbulu çərçivə sənədinə daxil edilən yeni əsərlərdən biri 6-cı sinif dərsliyində əksini tapan Mahirə Nağıqızının Ana Dilim şeirinin təhlilinə baxacağıq. Qeyd edim ki, mənim kanalımda 6-cı sinif dərsliyindən çərçivə sənədinə daxil edilən əsərlərin hər birinin izahına baxa bilərsiniz və bu bizim sonuncu, yəni həmin əsərlərdən olan sonuncu təhlilimiz olacaqdır. Ümid edirəm ki, bu təhlil də sizlər üçün çox faydalı olacaq. Təhlilə keçməmişdən əvvəl qeyd etmək istəyirəm ki, mart ayının sonu, aprelin ilk həftəsi də ola bilər. Mənim artıq sürət qrupum başlayır ədəbiyyatdan, mix sertifikasiya dərsləridir. Təkmilləşmək istəyən, blok imtahanlarına hazırlaşan abituriyentlərimiz də qoşula bilər və qoşulurlar. Daha keyfiyyətli öyrənmə üçün müraciət edə bilərsiniz. Biz inşallah imtahana qədər bütün materialı çatdırmağı öz qarşımıza məqsəd kimi qoymuşuq. Kim ki bizimlə uğra doğru addımlamaq istəyirsə, buyurub qruplarımıza qoşula bilər. Qeydiyyat hələ də aktivdir. İndi isə gəlin keçək Mahirə Nağıqızının Ana Dilim şeirinin təhlilinə. Şeirin təhlilinə keçməmişdən əvvəl mən elə adından başlamaq istəyirəm. Niyə ana dilim? Niyə ana dili yox? Mahirə Nağıqızı ana dilim kimi verir bu şeirin adını. Bildiyimiz kimi Mahirə Nağıqızı dilçidir və mənim elə kurs işi rəhbərim olub. O ana dilinə təkcə söz kimi baxmır. Yəni sözlərdən ibarət olan bir məfhum kimi baxmır. Ana dili, ana, vətən məfhumu Mahirə Nağıqızının yaradıcılığında yüksək səviyyədə toxunulan, onun üçün vacib olan məqamlardan, əsas prioritet məsələlərdən biridir. Bütün şeirlərində demək olar ki, bu məqamlara xüsusi diqqət yetirir. Və məhz ana dilim yazmaqda məqsədi odur ki, dili özünküləşdirir, özünə müqəddəs və doğma bilir. Anası qədər, özünkü qədər doğma bildiyi üçün dili ana dilim şəklində ifadə edir. Yəni sevgini elə şeirin adından başlayaraq oxucuya çatdırmağa çalışır. Forma xüsusiyyətlərinə sonda baxacağıq. İndi biz məzmun xüsusiyyətlərinə baxaq. Sonra isə mən sonda Layla mənim, Nərəm mənim şeiri ilə bu şeirin müqayisəsini aparacağam. Çünki bizim dərsliyimizin tapşırıqlarından biri də, baxın, bu iki şeirin müqayisəsinə həsr edilmişdir. Bu dünyanın yaşı qədər tarixim var. Sonu qədər, başı qədər tarixim var. Müəllif deyir ki, bizim ana dilimiz ən qədim zamanlardan formalaşan dildir. Dilimizin, yəni yaranması çox uzun dövrdən başlayıb, əsrlərdir dil təkmilləşərək indiki vəziyyətinə gəlib çatıb. Buna görə də dünyanın yaşı qədər bizim dilimizin yaşı var, tarixi var. Burada həm də mübaliğədən də istifadə edilmişdir. Hətta deyir sonu qədər, başı qədər tarixim var. Yəni dilin tarixi məkan və zamanla ölçülmür müəllifə görə. Dağı qədər, daşı qədər tarixim var. Yəni yer kürəsinə qədər ki var olmuşdur, həmin vaxtdan artıq dilimizin tarixi formalaşmağa başlayıb. Ha baş vursam, bitməz qatı, ana dilim. Ana dilini bir ünvana dənizə bənzədir. Deyir, mən ora sanki bir dalğıç kimi baş vursam, onun qatı bitməz. Təbii ki, burada dənizin dərinliyi kimi, yəni dəniz necə dərindir, getdikcə gedirik, üzdükcə üzürük, onun yəni dibinə çatmaq üçün necə ki dalğıc ona çatmaq istəyir. Eləcə də deyir müəllif, mən dilin o qrammatikasına baş vursam, o qədər mürəkkəbdir və eləcə də o qədər dərindir, gözəldir ki, bitməz. Yəni mən o qrammatikanı, Azərbaycan dilinin o mətnaltı məna yükünü qrammatikasını nə qədər baş vursam da bitməz, araşdırsam da tükənməz. Dədəm, babam əmanəti, ana dilim. Niyə görə dədəmizin, babamızın əmanəti hesab edir? Çünki bu nəsildən nəslə keçən dildir. Övladımız bizim dilimizdən bu dili götürür, danışmağa başlayır. Hələ kiçik yaşlı uşaqlara diqqət yetirsəniz, onlar nə hərf tanıyır, nə yazı bilir. Amma ananın, atanın, evdə kimlərinsə dilindən o ana dilini, doğma dilini öyrənir, ağızdan ağıza keçir axı sözlər, ifadələr. Və sanki onlara bir miras kimi ötürülür bu dil. Nəsildən nəslə keçir, yaşayır, yaşadılır. Ona görə də dədəmizin, babamızın əmanətidir bu dil bizə. Növbəti bənd. Uçsuz Qıpçaq çöllərindən havalandın, qədim Oğuz ellərindən havalandın. Qopuzumun tellərindən havalandın. Burada saxlayaq. Niyə görə uçsuz Qıpçaq çölləri? Qıpçaq çölləri yəni türk elidir, türk yurdudur o hissələr. Dilin tarixi qədim türk xalqları ilə bağlıdır. Müəllif bunu göstərmək istəyir. Qıpçaq çölləri türk tarixinin geniş coğrafiyasını əhatə edir ümumiyyətlə. Buna görə deyir, sən həmin o çöllərdən sanki güc aldın.
Qədim Oğuz ellərindən havalandın. Dədə Qorqud eposunu, o boyları yad etmiş olur. Axı bizim ilk salnamələrimizdən biri də elə Dədə Qorqud eposudur. Orada o keçən cümlələr, ifadələr, indi mən ekrana gətirəcəm, orada necə gözəl cümlələr səslənir və bizim indi oxuduğumuz versiyalar onun tərcüməsidir. Qopuzumun tellərindən havalandım. Bu da Dədə Qorqudun qopuzudur. Sanki deyir, həmin tellərdən havalandın. O simləri çaldıqca Dədə Qorqud axı özü də boy boyluyurdu, soy soyluyurdu. Həmin deyir, tarixdən artıq dilimiz formalaşmağa başlayır. O dövrlərdən, yəni dilimiz o qopuzdan, o Oğuz yurdundan, Qıpçaq çöllərindən güc almışdır. Sənlə atdım qaramatı, ana dilim. Qaramat sözü Türk xalq mədəniyyətində kabus, pislik, uğursuzluq deməkdir. Yəni biraz daha araşdırdım bu sözü. Qarov cini kimi anlamı da var bunun. Yəni mən deyir, səninlə o uğursuzluğu atdım. Babam əmanəti, ana dilim. Və fikir versəniz, müəllif necə pafoslu çıxış edir. Yəni, dil bizə mirasdır. Bunu göstərmək istəyir. Sən deyir mənə, dədəmdən, babamdan qalan əmanətsən. Və dilin vasitəsilə uğursuzluğu atıb yeniliyə doğru müəllif can atıbmış. Yeniliyə doğru gəlibmiş. Yurd yaratdın, xalqıma ev eşik oldun. Bir dillə yurd yaratmaq olar. Yəni, xalq nə vaxt xalq olur? Sözü, dini, dili, əqidəsi bir olan kütləyə biz xalq deyirik. Bu məqam diqqət yetirsəniz, Şəhidlər poemasında da var. Orada da deyir ki, kütləni xalq edən müqaviləyə qolu ilə qanını çəkdi şəhidlər. Yəni bir kütlə ayrı bir məfhumdur, xalq ayrı. Kütlə sadəcə pərakəndə insan toplumudur. Onların əqidəsi fərqli ola bilər. Amma xalq düşüncəsi, ağlı, fikri, dili, hər şeyi bir olana, yəni düşüncədə dayanan insan toplumuna biz xalq deyirik. Yəni biz 44 günlük vətən müharibəsində xalq anlayışının nə demək olduğunu bildik, gördük bunu. Xalq yəni ona deyilir ki, bir amal uğrunda yaşasınlar. Yurd yaratdın, yəni dili bir oldu, insanları birləşdirdi, xalqa çevirdi. Xalqa ev eşik oldu dilimiz. Laylalarla ruhumuza beşik oldun. Axı laylalar ana dilindən, ananın dilindən ilk eşitdiyimiz sözlərdir və bu ana dilində səslənən sözlərdir. Sanki həmin o sözləri eşidir uşaq. Ruhumuza, yəni o sözlər yayılır. Müəllif burada çox gözəl bir bənzətmədən istifadə etmişdir. Laylalarla ruhumuza beşik oldun. Yəni, sanki o sözləri uşaq ananın dilindən eşidir, həzin səsi eşidir. Ruhuna bir beşik olur laylalar. Uşaq mənəvi qidalanmış olur, ruhu qidalanır layladan, ananın laylasından. Dünyamızın sərhədinə keşik oldun. Dili burada müdafiə sərhəddi kimi göstərir. Mahirə xanım, dünyamızın sərhədinə deyir keşik oldun. Sanki müqavimət qalası hesab edir burada. Millət etdin, el elatı, ana dilim. Yəni bu da tayfalardır. Sən deyir o tayfaları birləşdirdin, millətə çevirdin, ana dilim. Dədəm, babam əmanəti, ana dilim. Nizaminin hikmətini sən yaratdın. Nəsiminin, Füzulinin adını çəkir burada. Nəsiminin qüdrətini sən yaratdın. Füzulinin fitrətini sən yaratdın. Müəllifə görə dil olmasaydı, Nizami hikmət dolu əsərləri yazmazdı. Deyir, sən Nizaminin hikmətini yaratmısan. Və məhz burada klassik ədəbiyyatımızın məşhur nümayəndələrinin adını çəkməkdə də məqsəd odur ki, yəni onları belə ana dili formalaşdırdı. Yəni, Nizami, Nəsimi, Füzulinin indi sevilərək oxunmasının səbəbi məhz bu dildir. Bu dilin varlığıdır, o dilin onlara verdiyi gücdür. Nizaminin hikmətini yaratdı bu dil. Nəsiminin qüdrətini yaratdı. Nəsiminin təkcə qüdrəti burada şeirlərini ifadə etmir. Həm də Nəsimi fəlsəfəsinə toxunur. Deyir ki, Nəsiminin fəlsəfəsinin qüdrəti də elə ana dilindən alınmışdı. Füzulinin fitrətini sən yaratdın. Füzuli şeirindəki o duyğular ki var, bunların hamısı ana dilindən gəlir. Hikmət dolu söz büsatı ana dilim. Sanki yəni bir məclisə bənzədir burada. Deyir, sən hikmət dolu söz məclisisən. Təşbihdən istifadə edib. Ona bənzədir. Dədəm, babam əmanəti, ana dilim. Yasaların kəm fürsəti ox olacaq. Yasa burada qanun deməkdir. Yasaların deyir o kəm fürsətlər ki var, fürsət düşmüşkən hər fürsətdə vətənə qarşı yəni nələrsə etməyə çalışanlar. Deyir onlara o qaydaların, çəkdiyin sədlər, qoyduğun o qayda qanunlar ox kimi batacaq o kəm fürsətlərə. Yadlar səndə əriyəcək, yox olacaq. Burada müəllif həm də zaman-zaman, yəni ölkəmizin işğal altında olduğuna da işarə etmişdir. Yəni
müxtəlif dövrlərdə, müxtəlif imperiyaların, dövlətlərin tərkibində olduğumuza görə onların dilindən bizim dilimizə nə qədər sözlər keçmiş, amma deyir, dil bir müqavimət qalası kimi onlara müqavimət göstərib. Yəni dil qoymayıb içsin, batsın, sözlər yoxa çıxsın. Sanki o özünə gələn o yad sözləri öz içində əridir, onları yeniləri ilə əvəzləyir, yox olmağa qoymur o sözləri və deyir, yox olan dilimiz yox, həmin o yad gəlmə sözlər olacaq. Azərbaycan, Heydər baba çox olacaq. Onlar övlad hesabatı, ana dilim. Dədəm, babam əmanəti, ana dilim. Niyə məhz Azərbaycan Heydər baba çox olacaq deyir? Bu məşhur əsərlərdir. Hansı ki Azərbaycan şeiri, Səməd Vurğunun Azərbaycan şeirindən söhbət gedir burada. 7-dən 77-yə hamının dilində əzbər olan şeirdir. Hamı bu şeiri bilir, sevir. Uşaqlıqdan sanki yaddaşımıza hopan şeirdir. Və o şeirlər sanki dil açan, təzə dil açmağa başlayan, hərf tanımayan uşaqlara şeirlər, sözlər, vətən sevgisi aşılanıb. Orada keçən misralar Azərbaycan deyir, el bilir ki, sən mənimsən. Həmin misralarda axı bir vətən sevgisi uşaqlara çatdırılır. Vətənə məhəbbət çatdırılır. Ona görə Azərbaycan şeirinin adı burada vurğulanır. Heydər baba poemasının da adının çəkilməkdə məqsədi Cənubi Azərbaycandan bir bağlılıq yaradır. Və Heydər baba poemasının yazılmağında elə səbəblərdən biri də Şəhriyarın ana dilli bir əsərin, yəni əsəri yazmaq, özündən sonra bir miras olaraq qalmağını istəməyidir. Və Heydər baba poeması o qədər həssaslıqla yazılıb ki, burada vətən sevgisi, vətənə məhəbbət o qədər dərin şəkildə özünü göstərir ki, Şəhriyarın dilindən vətən həsrəti, şimal-cənub həsrəti. Yəni onların birləşməyini, Şəhriyarın istəməyi və s. O qədər ürəkdən yazılıb ki, bu iki əsər sanki vətəndaşlıq simvolu kimi müəllifin gözündə canlanır ki, bizə kimliyimizi, varlığımızı xatırladır. Şimali Azərbaycana olan bir şeirin göstərilməsi və Cənubi Azərbaycandan yazılan o taylı-butaylı iki məmləkətdən yazılan iki əsərin adını burada qeyd etməyi təbii ki, simvolik məna ifadə edirdi. Simvolik məna. Onlar övlad hesabatı, ana dilim. Yəni deyir, bunlar övladların hesabatıdır. Övladlara aşıladığımız fikir olmalıdır ki, sən kimsən, millətin, kimliyin nədir? Sən hansı dövlətin, hansı millətin nümayəndəsisən? Sən deyir, bunlar övladların sanki bir hesabatı olacaq sənə, ana dilim. Kimliyini bilmək, sorğulamaq. Deməli, şeirin məzmun xüsusiyyətləri bu qədər. Bir neçə məqamlara diqqət yetirə bilərik. Dil kənardan olan təsirlərə müqavimət göstərir. Məsələn, baxın burada yadlar səndə deyir, əriyəcək, yox olacaq. Ana dilinin varlığı təbiətlə müqayisə olunur. Yuxarıdakı misralardan birində özünü göstərirdi. Gəlin baxaq. Dağı qədər, daşı qədər deyir, tariximiz var. Yəni, ana dilinin varlığı təbiətlə müqayisə olunur. Dil tarixdir, irsdir, dil dərindir, qat-qat mürəkkəbdir. Baxın, bu misrada o da öz əksini belə tapmışdır. Dilin tarixinə burada diqqət yetirilir. Dil qədim türk mədəniyyətindən qaynaqlanıb. Bu da uçsuz Qıpçaq çöllərindən havalandın, Oğuz ellərindən havalandın misralarında özünü göstərir. Xalqı dil formalaşdırdı. Baxın, yurd yaratdın, xalqıma ev eşiyi oldun. Bu fikir də doğru götürüləcək testlərdə. Dil sanki sərhədləri qoruyan bir mühafizəçidir. Baxın, onu da biz harada görmüş oluruq. Gəlin baxaq. Bu hissədə. Dünyamızın sərhədinə keşik oldun. Dili bir mühafizəçiyə bənzədir. Layla ruhumuzu tərbiyə edən bir məhfumdur. Burada da onu göstərmiş olur. Laylalarla ruhumuza beşik oldun. Yəni, layla ruhumuzu təmizlədi, tərbiyə etdi. Dil xalqın mənəvi evidir. O da özünü bu hissədə göstərir. Yurd yaratdın, xalqıma ev eşiyi oldun. Milli birliyin daşıyıcısıdır. Bu da bütün şeirdə öz əksini tapan məqamdır. Gəlin indi məzmun xüsusiyyətlərindən sonra forma xüsusiyyətlərinə də diqqət yetirək. Şeir bəndlər formasında yazılmışdır, yəni şeir vahidi bənddir. Şeir şəkli isə 1, 2, 3, 4, 5, yəni şeir şəkli 5'lik, forması isə, şeir vahidi isə bənddir. Ana dilim sözü şeirdə rədif rolunda çıxış etmişdir. Baxın, əmanəti ana dilim, yenə əmanəti. Qafiyələnən sözlərdən sonra təkrarlandığı üçün və bütün bəndlərdə ona görə deyirik ki, ana dilim sözü burada rədifdir. Sonra şeir bizə ixtisarla verilmişdir. Baxın, burada da göstərilib ixtisarla 2 bənd ixtisar edilmişdir. Bizə hal-hazırda verilən bəndlərin sayı 5 bənddir. Ümumilikdə 7 bənddən ibarətdir. 2 və sonuncu bənd burada ixtisara düşmüşdür və sonuncu bənddə müəllif öz adını da orijinalında qeyd edir. İndi onlar bizə düşmədiyi üçün, verilmədiyi üçün təhlilinə də ehtiyac, yəni
görmədim. Bizə verilən hissələrin təhlili üzərindən baxacağıq. Deməli, şeirin gəlin bölgüsünə diqqət yetirək. Oğuz Qıpçaq çöllərindən havalandın. 4, 4, 4. Sonra qədim Oğuz ellərindən havalandın. Yenə 4, 4, 4. Qopuzumun tellərindən havalandın. Sənlə atdım qaramatı ana dilim. Dədəm babam əmanəti ana dilim. Deməli, şeirin bütün bəndlərində, bütün misralarında bölgü 4, 4, 4 bölgüsündədir. Şeirin qafiyə sisteminə gəlin diqqət yetirək. Qafiyə sistemi belə olacaqdır. A, 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 B, B. Digərinə də baxaq. C, 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 yenə də B, B. Fikir versəniz, son iki misra bütün bəndlərdə olduğu kimi təkrarlanır. Baxın, B-B'lər bütün bəndlərdə təkrarlanır. Və şeirin bəndlərində ilk 3 misra öz aralarında qafiyələnir, son 2 misra isə bütün şeirin bəndlərində olduğu kimi həm qafiyə yaradır. Eyni misranın bütün bəndlərdə təkrarına biz refren deyəcəyik. Şeirdə hər misrada 12 hecamız vardır. 12 heca göstərəcəyik. Baxın, saytları saysaq, yəni kifayətdir, 12 hecadan ibarətdir. Şeirdə bədii təsvir ifadə vasitələrindən də gembol şəkildə istifadə edilmişdir. Mübaliğələrə də yer verilmişdir. Deyir ki, ha baş vursam bitməz qatı ana dilim. Təşbehdən istifadə edilmişdir, bayaq qeyd etdim. Simvolikadan istifadə edilmişdir və s. Yəni bədii təsvir ifadə vasitələrinə də xüsusi burada yer verilmişdir. Assonans saitlərin ardıcıllığı, deməli, alliterasiya isə samitlərin ardıcılığı. Məsələn, elə sonuncu misraya baxsaq, orada A səslərinin bir-birinin ardıcıllığında yazıldığını, assonans yaratdığını görə bilərik. İnversiyalardan da istifadə edilmişdir. Gəlin baxaq, hansı misralarda ola bilər. Sənlə atdım qaramatı. Baxın, burada həm də inversiyadan da istifadə edilmişdir. Şeirdə bizim ədəbiyyatımızın nümayəndələrinin adları vurğulanır. Dədə Qorqud eposuna işarə edilmişdir, Oğuz ellərini göstərir. Musiqi alətinin adı çəkilmişdir, qopuzumun deyir, tellərindən havalandı. Musiqi alətlərinin adları da Tarı məsələn bir çox əsərlərdə keçir. Xurşidbanı Natavandır, Güşqıl əsəridir, Qızılgül olmayaydı poemasıdır. Yəni orada da Tarın adı çəkilmiş olur. Nəsimi Nizami Füzulinin adı bir çox əsərlərdə keçir. Məsələn, biz rast gələ bilərik fərqli, yəni tək-tək şəkildə bir çox əsərlərdə, açıq kitab əsərində Füzulinin adına rast gələrik. Nəsimiyə, Nizamiyə rast gələrik. Qaytar mənim qüdrətimi Azərbaycan şeirində, yəni çoxdur onların sayı. Nizaminin, Füzulinin adı Səməd Vurğunun Azərbaycan şeirində keçir, Xurşidbanı Natavan əsərində keçir, yəni bir çox əsərlərdə keçmiş olur. Başqa burada əsər adlarının vurğulanmağı da var, yəni bu məqamı da diqqətdə saxlayın. Yəni əsər adlarına həm də şeirdə işarə edilmişdir və bu da simvolik məna ifadə edəcək. Bu misraya da diqqətli olaq. Yasaların kəm-fürsətə ox olacaq. Müəllif göstərmək istəyir ki, yəni yadlar zaman-zaman xalqımıza qəsbkar niyyətlə yanaşmışdır və deyir, sənin qoyduğun, çəkdiyin sədlər, qaydalar onlara bir ox kimi batacaqdır. Yəni bu məqama da bir çox əsərlərdə rast gəlmişik. Xalqımıza, dövlətə qarşı olan belə işğalçı niyyətlərə. Onlar da kəm-fürsətlər hesab edilirlər. Həmin o adamların adları, yəni kəm-fürsət göstərilir. Qaytar mənim qüdrətimi Azərbaycan şeirində, məsələn, onlar əhrəmənlər kimi vurğulanırlar. Belə, Layla məhfumu bir çox əsərlərdə keçir. Yenə Layla nərəm mənim şeirində, Manqurt əsərində deyir ki, Layla Manqurta təsir etdi, onun üzündə deyir, ilıq bir halət yarandı. Cəfər Cabbarlının ana şeirində keçir, Layla məsələsi keçir Keçən ilin son gecəsi əsərində, yəni bunları sadəcə yadımıza salmaq üçün təkrarlayıram. Ola bilər ki, nələrsə yaddan çıxdı, çünki əsas məqsəd burada şeirin təhlilinə diqqət yetirməkdir. Dilin dədədən babadan bir əmanət olduğunu müəllif bizə göstərir. Əsas çatdırılmaq istədiyi ideya da budur ki, milli kimliyimizin daşıyıcısıdır dil. Bunu hamı anlamalıdır. Tarixi etimologiyamıza işarələr var. Uçsuz Qıpçaq çöllərindən havalandın. Bu bir etimologiyaya işarədir. Yəni bizim tariximiz haradan gəlir? Qədim türk ellərindən, türk soyundan gəlir bizim tariximiz. Oğuz yurdunun adının da çəkilməyi, Oğuz ellərinin deyilməyi də məhz bu mənaya xidmət edir. Dil söz büsatına bənzədilir. Burada da təşbehdən istifadə edilmişdir. Dil söz büsatına bənzədilir. Sən yaratdığın ifadələrini də məsələn burada təkrir kimi də düşünə bilərik. Hikmətini sən yaratdın, qüdrətini. Bunları da biz təkrir kimi, epifora nümunəsi kimi düşünə bilərik.
Bu qədər. Gəl indi keçək bəzi məqamlara. Mahirə Nağıqızı üçün ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli mənsubiyyətin, milli mənəvi varlığın əsas daşıyıcısıdır. Onun bayatılarında dil ana kimi müqəddəs, vətən kimi doğma, xalq kimi əziz bir dəyər kimi təqdim edilir. Şair ana dilini sevgi, qürur və məsuliyyət duyğuları ilə tərənnüm edir. Diqqətli olursunuz bu cümlələrə. Onun şeirlərində vətən sevgisi, həm də yəni dil sevgisi, romantik duyğularla məhdudlaşmır, həm də milli kimlik, tarixi yaddaş, mənəvi borc və gələcək nəsillərə nəsihət kimi təqdim edilir. Şair Mahirə Nağıqızının poeziyası milli poeziyamızda vətən mövzusunun canlı davamıdır. Onun əsərlərində vətən sevgisi həm emosional, həm də ideya baxımından zəngin ifadə edilir. Bu poeziya oxucunu həm keçmişin ağrı acılarını anlamağa, axı Qıpçaq çölündən Oğuzdan yazdı, həm də gələcəyə inamla baxmağa çalışır. Çünki dil gələcək nəsillərimizi ötürdüyümüz bir məhfumdur. Nağıqızının misraları xalq yaddaşında vətənə sevgi, torbağa sədaqət, milli varlığı hörmət kimi uca dəyərlərin daşıyıcısı olaraq yaşayır. Baxın, milli varlığı hörmət. Yəni bu bizim oxuduğumuz, təhlil etdiyimiz şeirdə öz əksini tapan məqamdır. Şairin misralarında dilin gözəlliyi, zənginliyi və qorunmasının vacibliyi vurğulanır. Sanki oxucuya səslənir. Dilimizi yaşatmaq, varlığımızı yaşatmaqdır. Mahirə Nağıqızı üçün dilin saflığı, onun xalqın ruhuna uyğun, təmiz saxlanılması mənəvi borcdur. Mahirə Nağıqızının yaradıcılığında ana dili mövzusu xüsusi yer tutur. O dili yalnız ünsiyyət vasitəsi kimi deyil, ruhun, düşüncənin, milli yaddaşın ifadəsi kimi dəyərləndirir. Ana dili onun üçün həm müqəddəs əmanət, həm də mənəvi qaladır. Dərslikdə tapşırıq olaraq Ulutürkün Laylan mənim nərəm mənim şeiri ilə Mahirə Nağıqızının ana dilim şeirinin müqayisəsinə aid bir tapşırıq da öz əksini tapır. Deməli, baxaq bu oxşarlıqlara. Hansı mövzuda yazılmışdır? Hər ikisi dillə bağlı mövzuda yazılır. Yəni, ana dilini sevdirmək, ana dilinin mənəvi kimliyimizi təsdiq edən bir məhfum olduğunu çatdırmaqdan ibarətdir. Hər ikisində bu oxşar məqamdır. Sonra şeirlərdə oxşar fikirlər hansılardır? Bir çox oxşar fikirlər var. Dilə hörmət. Birinci, ilk növbədə dilə sevgi, dilə hörmət və dilin fonunda vətənə sevgi, vətənə hörmət, vətəni qiymətləndirmək, vətənin tarixiliyini bildirmək, yəni dilin indiki dövrdə yox, ən qədim zamanlardan formalaşaraq gəldiyini vurğulamaq. Birində Qıpçaq çölləri Oğuz yurdundan danışılır və digərində isə deyir ki, bu sanki deyir babalardan gələn bir səsdir. Ən qədim zamanlarda deyir, o nənənin, gəlin ananın oxuduğu bir layladır deyir, səsdir, bizə gəlib çatır. Təbii ki, mən bu şeirlərin ətraflı müqayisəsini də verəcəyəm. Bu sadəcə mənim ötəri izahımdır bunların ikisinin müqayisəsinə dair. Dilə hörmət, dili qədimdən gələn əmanət kimi göstərmək bunların oxşar cəhəti oldu. Laylaya toxunma, ananın söylədiyi layla, ana dilində eşitdiyimiz ilk sözlərdir və bu hər ikisində vurğulanır. Layla ruhun beşiyi, layla bizə kimliyimizi tanıdan bir məhfum kimi, məqam kimi göstərilir. Füzulinin adı çəkilir. Sonra ölkəmizə olan qəsbkarların mənfi niyyətlərindən danışılır burada. Layla mənim nərəm mənim şeirində bir qədər daha geniş bu mövzuya toxunulur. Burada isə kəmfürsət olaraq belə vurğulanır. Yəni hər ikisində nəticə olaraq bu məqam öz əksini tapır. Müəllifin düşüncəsi ortadadır, oxucuya məlumdur. Hər ikisi lirik şeir nümunəsidir. Hər ikisində bədii təsvir ifadə vasitələri gembol şəkildə istifadə edilir. Müəlliflərin niyyətləri bəllidir. Oxucuya dili sevdirmək, kimliyimizi tanıtmaqdır. Hər ikisində müəllif pafoslu çıxış edir. Layla mənim nərəm mənim şeirində orada dilini sevməyənlər, dilini qoruya bilməyənlərdən müəllif imtina edir. Kim qorumur deyir öz dilini, mənim gözümdən itsin ilim. Bunu müəllif göstərir. Burada isə Mahirə Nağıqızı nidalı şəkildə bildirir ki, dil bizə dədəmizdən, babamızdan gələn bir əmanətdir. Və dillə sanki deyir, qaramatları atdım, mən xoşbəxtliyə gəldim. Dillə canlandı həyatı. Dildə sanki bir canlanma hiss edir müəllif. Növbəti. İfadə etdikləri əsas fikir, onları biz artıq qeyd elədik. İdeya arasında oxşarlıq və yaxud da fərq varmı? Biz artıq bunları qeyd etdik. Bir neçə suallara diqqət yetirək. Şeirin mövzusu nədir? Şeirin mövzusunu əvvəldə də qeyd elədim. Ana dilinə bağlılıq, onun tarixi əhəmiyyətidir. Ana dilin nə üçün qədim hesab edilir? Çünki ana dilimiz həqiqətən qədimdir. Müasir vəziyyətə gəlib çatdığını görmüş olarıq. Nə qədər dil
yad təsirlərə, müqavimətlərə məruz qalıb və hər birinə sipər olub dilimiz. Yəni itmədi, batmadı və öz gücü ilə ayaq üstündə, belə deyək, məcazi obrazlı formada dayana bildi dilim. Azərbaycan dilinin formalaşması ən qədim zamanlardan başlayan prosesdir. Şairin ana dili haqqında "Yurd yaratdın, xalqıma ev eşik oldun, laylalarla ruhumuza beşik oldun" fikirləri sizdə hansı his düşüncənin yaranmasına səbəb oldu? Mən bayaq təhlildə də bu məqamı qeyd elədim. Sanki dil xalqı, kütləni birləşdirdi, bir xalq etdi. Yəni dil xalqı formalaşdırdı. Layla isə ruhumuzu sanki tərbiyə etdi, ruhumuza beşik oldu. Bizə kimliyimizi ilk çağlarımızdan, körpəlik vaxtımızdan bizə kimliyimizi çatdıran bir məqam oldu laylalar. Bunu deyir. Şair nə üçün ana dilini dədə-babadan qalan əmanət hesab edir? Axı bayaq qeyd etdiyim kimi dil dədəmizdən, anamızdan, nənəmizdən, atamızdan bizim dilimizə keçir. Axı biz hələ hərf, yazı, qrammatika nə olduğunu bilmədən biz ilk dəfə dilimizdə danışmağa başlayırıq. Yəni ağızdan ağza keçir. Dədəmizdən, babamızdan bizə əmanət kimi sayılır da dilimiz buna görə. Tanınmış sənətkarların Nizami, Füzuli, Nəsiminin xatırladılmasının səbəbini necə izah etmək olar? Çünki bunlar, bu şəxslər klassik ədəbiyyatımızda, ümumiyyətlə ədəbiyyatımızda, qədim və orta dövr ədəbiyyatımızda ən məşhur nümayəndələrdən biri olub, hansı ki adlarını bilməyən, onların hansısa bir əsərinin adını bilməyən bir insan yoxdur. Və onların adını çəkməklə deyir ki, dil həm də Nizamini nizami etdi, Füzulini füzuli etdi, Nəsimini də dil Nəsim etdi. Onun fəlsəfəsini qoruyan, yaradan, o qüdrəti ona verən dildir. Vətənin dar günündə ana dilinin rolu necə dəyərləndirə bilər? Baxın, bayaq dediyim məqam, yəni o kəm fürsətlərə dil bir ox kimi qayda qanun qoydu. Dil öz kimliyini tanıtdı. Dil xalqa öz kimliyini tanıtdı, təkcə özünə yox. Dil özünü qorudu. Dil dedi ki, mənim sərhəddim var və siz mənim sərhəddimi tanımalısınız. Yəni məndə o yad sözlər itməlidir, batmalıdır. Bunu dil istədi. Sanki o hücumlar olsa, o müstəmləkələr, işğallar olsa belə dil itmədi, batmadı, özünü qorudu. Bunu göstərir. Yəni dar gündə belə dil öz kimliyini, varlığını qorudu. Hətta İstiqlal poemasında da bu məqam var da, deyir ki, bir vahid millətə iki hakimin dili doğmalaşdı, bu lap ağ oldu. Bizim deyir, o dilimiz isə qorundu, yaşadı kənddə, kəsəkdə. Yəni itmədi, batmadı, yoxa çıxmadı. Heç olmasa kənddə, kəsəkdə. O sadə xalqımızın dilində də olsa o dil yaşadı, dədəm, babam əmanəti kimi, dədəmizin, babamızın əmanəti kimi ağızdan ağza keçdi, itməyə qoymadı özünü. Ana dilinin vətən qədər əziz sayılmasının səbəbini necə izah etmək olar? Adından göründüyü kimi ana dilimiz, yəni Layla mənim, Nərə mənim şeirində də var da bu məqam. Yəni ilk dəfə biz ana dilində olan sözləri kimin dilindən eşidirik? Ananın dilindən. Ona görə də məhz bu dil ana dil adlanır, vətən qədər əzizdir. Ana və vətən dilemması, belə bir məqam Ananın Öyüdü şeirində də var, Səməd Vurğunun. Və orada da deyir ki, mən sənin düzdür ananam, oğluna səslənir də ana. Amma deyir, sən bu vətənin çörəyi ilə böyümüsən. Bu dilemmada ana üstünlüyü verir vətənə. Növbəti sual. Bu şeiri yazmaqda şairin əsas niyyəti nə olmuşdur? Vətənə, yəni ana dilinə olan sevgini ifadə etmək. Ana dilinin bir varlığımızın, kimliyimizin daşıyıcısı olduğunu bildirmək. Yəni ana dilimizin qorunmağına səsləniş. Müəllif bildirmək istəyir ki, yəni ana dilimizi biz qorumalıyıq və bunu bir vətəndaşlıq borcu kimi hesab edir həm də özünə. Bu qədər. Ümid edirəm ki, izah sizlər üçün faydalı oldu və bizim burada olan bütün suallarımız da cavablandırıldı. Metodik vəsaitə də nəzər salmışam. Orada yəni olan, deyilən fikirləri də təhlil zamanı səsləndirməyə çalışdım. Ümid edirəm ki, bu izahda sizlər üçün digər izahlar qədər, təhlillər qədər faydalı oldu. Belə tip izahların, təhlillərin çox olmasını istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Sizlərlə mən idim, Aytaç müəllimə. Sağ olun.